Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabından üzerine olsun. Allah Teala bizleri her zaman hayır işlere müvaffak eylesin. Uca Allah Teala dualarımızı kabul eylesin. Allah Teala bizleri hayır işlere müvaffak eylesin. Ruzumuzu bol bereketli eylesin. Bir neçə gözəl faydalara toxunaq, elm öyrənək Allah'ın izniyle. Ona göre sualları saxlayın. Bakın, güzel bir faydalarla başlayalım. Güzel bir fayda, eğer tevhidle birlikte istiğfar da olarsa, ne demek tevhid? Yani la ilahe illallah kelimesi. Yani bir insan deyir la ilahe illallah, Allah'tan başka ibadete layık hak məbud yoktur. Bu kelimeni deyir ve Allah'a şərik koşmur. Yani gelip qəbirdən, daşdan, ağacdan ya övliyə ya imam istəmir. Əqidəsi sağlamdır. Eğer tevhidle beraber, tevhid əhlisə, istiğfar da olarsa, yani üstəlik estağfurullah zikrini dilinden düşürmezse, yani burada ne demek istiyor alim? Eğer bir insan estağfurullah, estağfurullah, estağfurullah deyir, ama gedir qəbirlərdən kömək istəyir. Yani o zaman onun deməli faydası zayıf olacak. Neye göre? İnsan birinci tevhide önem vermelidir. İstiğfar da olarsa, tevhidi doğrultsa, istiğfar da olarsa, bu hem zenginliğe hem de saadete çatır ve onu inciden her şey aradan kalkar. Yani estağfurullah zikir, la ilah kelimesini deyir, Allah'a şerik koşmur ve üstelik estağfurullah zikrini dilinden düşürmür. O insan için hem zenginliğe hem saadete hem de onu inciden her şeyden diye aradan kalkar. Subhanallah. Yani bir insan Allah'a teslim olup tekçe Rabbine ibadet edirse, yani tevhide yalnız Allah'a boyun eğirse, Allah'a şerik koşmursa, bununla beraber o insan günahların fərqində olup peşmançılığı çeker, estağfurullah, yani ey Rabbim günahlarımı bağışla, sənə dönürəm, məni bağışla deyərsə, bu hem ruhen yükselişin esas sebeplərindən birisidir. Düşünün. Ruhen nedir? Yükselişin. Hemçinin de o insan için ruziləri artar. Hemçinin sıkıntılar nedir? Aradan kalkar. Bende hem zenginliği hem de saadət çatar. Yani zenginlik, maddi zenginliği, hemçinin kalbin zenginliği. Ona göre ki tevhid, yani la ilahe illallah kelimesi, bir de estağfurullah kelimesi nedir? Möcüzedir. Saadet, yani hem dünyada hem de ahirette xoşbəxt olar. Tevhid ve istiğfar insanın kalbini temizleyir, ruhunu yüngüləşdirir, Allah'a yakınlaştırır ve onu inciden her şey aradan kalkar. Yani bu hal, la ilahe illallah kelimesi, estağfurullah, insanın çətinlikləri, qəm-qüssəni, narahatlıqları, dərdləri yüngüləşdirər. Allah ona çıxış yolu açar. Qəlbinə səbir və rahatlıq verər. Bu da Allah Quran-Kərimdə buyurur: "Və men yettaqillâhe yec'al lehu məxrəcə." Kim Allah'tan korkarsa Allah ona bir çıxış yolu verər. "Və yerzuqhu min haythu la yahtasib." Ona ummadığı yerden, yani gözlemediği yerden Allah ona ruzu verər. Talaq surəsində buyurur Allah Teala. Yani ona göre de iki kapıya insan yönelmelidir hayatı boyu. Tevhid, yani la ilahe illallah, yalnız Allah'a bağlanmak, Allah'tan başka hiç kimseye ümid etmemek, Allah'tan başka hiç kimseden kömək istememek, qəbir, daş, ağac vesaire. İkinciden istiğfar, yani günahı etiraf edip bağışlanma dilemek. Bu iki hal bir yerde olarsa insan hem ruhen zenginleşer, hem xoşbəxt olar, hem de içindeki der ve sıkıntılardan kurtular. Ama insan desin estağfurullah zikri, sonra gelip deyirsə ki ya övliyə kömək ol, ya imam kömək ol, o zaman onun sıkıntısı aradan kalkmaz. Yani dünyadan köçmüş salih insandan değil, Allah'tan istemək lazımdır. O salih insan da bu dünyadayken Allah'tan istəyirdi. Elə çıxır ki salih insan öləndən sonra Allah ona güc qüdrət verir, bizim dualarımızı eşidir. Haşa lillah, hiç zaman. Ahiret dünyasından bizi nədir? Eşidə bilməz. Diğer güzel bir fayda,
Canım, hara sən gelsin. Diğer güzel bir fayda, bakın, ne vaxt ki sünnəni yaymaq üçün bir fürsət yaranarsa, sünnə nədir? Peyğəmbərimizin buyruqları. Peyğəmbərimizin buyruqları, yəni bir zikir, ibadət, dua yayarsa onu yay. Sən həm onun savabı, həm də qiyamət gününə qədər onunla əməl edənlərin savabı sənə yazılar. Yəni bir şey öyrəndinsə, öyrəndiyini insanlara öyrət. Ona görə də İslamın doğru yolu nədir? Peyğəmbərimizin buyruqlarını öyrənmək. Onu yaymaq sadəcə bir savab deyil, sonsuz savab qapısıdır. Kiminsə həyatına bir sünnə daxil olsa, Peyğəmbərimizin buyruğu, o insan buna davam etsə, sən onu hər etdiyindən də savab qazanırsan, bir də bu sədəqə kimidir. İnsanlara öyrətdinsə, o da yayıldısa, sənə qiyamət gününə qədər axan savablar gəlməyə davam edər. Ona görə bildiğin bir şeyi öyrən. Ahmedov, görürsünüz, danışıram, sual soruşursunuz. Axı söhbət edirəm, sualları sonraya saxlayın. Bilə-bilədir siz bunu. Həmçin, baxın, gözəl bir fayda. Əgər bir insan ibadətdə gecikməyə daha adət edərsə, qorxulur ki, Allah da onun bütün xeyir işlərdə geri saxlasın. Yəni, sənin önünə bir ibadət açılır. Duha namazı, gecə namazı, zikr eləmək, vacib namazların sünnələrini qılmaq. Bunlardan geri durma. Əgər bu ibadətə gecikməyə davam edərsə, adət edərsə, qorxulur ki, Allah da onu neynəsin? Bütün xeyirli işlərdə geri salsın. La ilahe illallah. Yəni, insan namazı, Quran oxumağı, dua etməyi, ümumilikdə ibadəti təxirə salmağa vərdiş edərsə, yəni sonra edərəm, sabahdan başlayaram deyərək tənbəllik etsə, bu insanın qəlbinin süslüyünə və imanın zəifləsinə səbəb olur. Belə bir vərdişin cəzası olaraq Allah həmin insanı başqa xeyir fürsətlərdən də məhrum edə bilər. Elm öyrənmək, sədəqə vermək, tövbə etmək, gözəl əməllər və s. Ona görə də bu gözəl fayda bizə bir xəbərdarlıq ki, ibadətdə cəld olmaq, fürsəti qaçırmamaq və xeyir işdə yarışmaq imanın əlamətidir. Gecikmək isə qəlbin zəifliyindən doğur və sonunda peşmançılıq nədir? Ola bilər. Həqiqətən də insan neynəsin bunu düşünsün. Baxın, gözəl bir fayda bu hamımız üçün aiddir. Ən xeyirli insanlar bəla və müsibətlərə səbir edənlər və günahlarından bağışlanma diləyənlərdir. Nə gözəl bir fayda. Subhanallah. Ən xeyirli insan. Bəla və müsibətlərə səbir edən və günahlardan bağışlama diləyən. Yəni dilindən düşürmə. Əstağfurullah kəlməsi. Çünki alta buyurur, səbir et. Həqiqətən Allahın vədi doğrudur, haqdır və öz günahın üçün bağışlanma dilə. Subhanallah. Yəni ən kamil insan kimdir? Başdan bir müsibət gəlib, ayaqda durar, Allaha güvənər, həm də etdiyi günahlardan utanar, tez-tez istiğfar diləyər. Yəni həm səbir, həm də tövbə bir müminin iki dayağıdır. Həyatı boyu mümin nədir? Buna sarılmalıdır. Həmçin, baxın, gözəl faydalardan birisi İbn Məsud radiyallahu anh rivayət edir ki, Peyğəmbərimiz buyurdu, kim Allahın kitabından bir hərf oxusa, ona bir savab yazılar. Hər savab isə 10 qat artırılar. Baxın, mən demirəm ki, əlif, ləm, mim bir hərfdir. Xeyr, əlif, ləm, əlif bir hərfdir, lam bir hərfdir, mim də bir hərfdir. Yəni, hətta surələrin önündə gələn əlif, ləm, mim sözünə görə belə insan o savab qazanır. La ilahe. Allah'ı sevmək, Kur'an'ı sevmək deməkdir. Baxın, nə gözəl bir fayda İbn Məsud. Kim Allah'ı sevdiyini bilmək istəyirsə, özünü Kur'an'a qarşı yoxlasın. Əgər Kur'an'ı sevirsə, demək ki, Allah'ı da sevir. Çünki Kur'an Allah'ın sözüdür. Nə mənədir Allah Kur'an'ı sevir? Yəni, Kur'an-ı Kerim oxuyur. Kur'an-ı Kerim oxumağı, üzündən oxumağı öyrənir. Həmçin əməl edir. Allah sevgisi buna bağlıdır. Ən gözəl kitab Allah'ın kitabıdır. Nədir? Əqidə, hökm, əxlaq öyrənmək üçün oxunacaq ən gözəl, ən böyük, ən doğru kitab nədir? Allah'ın kəlamı, Allah'ın kitabını bir oxu. Həmçin üzündən oxumağı da öyrən, ərəb dilini bilməsən belə. Oxumağı da öyrən ki, hər hərfinə görə 10 savab qazanırsan. Kur'an həm ruhun və ağlın qidasıdır. Baxın, nədir İbn Teymiyyə?
Mən insanın ağlını və ruhunu qidalandıran, bədənini qoruyan və onu xoşbəxt edən Qurana baxmaqdan daha faydalı bir şey görmədim. Qurana baxmaq nə demək? Quranı üzündən oxumaq. Həqiqətən bədən də qorunur. İnsan Quran oxumaqla nə qədər bəlalardan, müsibətlərdən, həmçinin cadudan, gözdən uzaqlaşır. La ilahe illallah. Baxın nə deyir? Mömin təmiz torpaq kimidir? İbn Qeym buyurur. Mömin Quranı dinlədikdə və düşündükdə bu onun üzərində təsir buraxar. Ona görə də Quran qarşısında meyvə verən təmiz torpaq kimi təsvir edilir insan. La ilahe illallah. Qəlbin dərmanı həkimlər yox, Quran verir. Baxın. Nə deyir İbn Seymin? Qəlbindəki dərdi heç bir həkim sağalda bilməz. Bu dərdin dərmanı yalnız Qurandır. La ilahe. Qəlbində sıxıntı var, Quran oxu. Quran qəlb xəstəliklərinə bal kimidir. İbn Cəvzi buyurur ki, Quran oxumaq qəlb xəstəliklərinə, bədənin xəstəliklərinə balın gördüyü işi görər. Yəni qəlbində sıxıntı, qəm, qüssə, kədər, həmçinin bədəndə olan xəstəliklər. Baxın nə deyir? Möhtəşəm bir tövsiyə alimlərdən birisi. Əş-Şafi tələbəsi Rabiyə deyir. Əgər öz qəlbini ya da oğlunun, qardaşını və ya kimin düzəlməsini istəyirsənsə, onu Qurana təhvil ver. Quranın bağlarında böyüt. Allah onu, baxın, insan özü istəsə də istəməsə Allah onu düzəldəcək. La ilahe illallah. Uşaq vaxtdan uşaqlarınıza yəni Quranı öyrədin. Quranın bağına verin. O Quran oxuduqca, öyrəndikcə Allah onu neyniyəcək? Doğru yola gətirəcək. Nə gözəl bir fayda. Baxın, Allah and olsun ki, əgər bu Quranın haqqı ilə oxusaq və içindəkləri əməl etsək, həm dünyada, həm də ahirətdə xoşbəxt olarıq. Yəni, Quran Allahdan olan bir bağdır. Təkcə kitab deyil. Onu oxumaq, düşünmək, yaşamaq, sadə, şəfa və yüksəlişdir. Quranı sevəni də deyir, Allah sevər. Quranı sevmək bu deməkdir. Quran evlərdə, bağlı rəflərdə deyil və ya bağlı parça içərisində deyil. Oxunan Quran. O Quran oxunur, ona əməl edilir. Həmçinin baxın, gözəl bir fayda, sədəqənin faydaları. İbn Qeym buyurur ki, sədəqənin elə fayda və təsirlər vardır ki, onların sayını yalnız Allah bilər. Onlardan bəziləri bunlardır. Pis aqibətdən qoruyar insanı. Bəla, müsibət, başına gələcək hər bir dərddən qoruyar. İmkanın var, az olsa sədəqə ver. Bəlaları dəf edir, yəni bəlaları uzaqlaşdırır, günahları silir, malı qoruyur, ruzi gətirir, qəlbi sevindirir, Allaha güvəni və onun barəsində gözəl zənni artırır, deyir sədəqə. Görün, sədəqədə nə qədər faydalar. La ilahe illallah. Həqiqətən də, yəni, sədəqə ehtiyacı olanı təkcə sevindirmək deyil, özün üçün qoruma, bolluq və mənəvi rahatlıq qapısıdır. İmkanın var, əl tut və bu faydalardan qazan. Baxın, gözəl bir fayda. İmtahan olunmuş insan haqqında anlayışı düzəlt. İmtahan olmuş, yəni bir insanın başına bəla gəlib, müsibət gəlib, hər bir şeydə. Baxın, nə deyir? Bəzi insan elə düşünür ki, xəstəliyə və ya müsibətə düşər olan şəxs Allahın qəzəbinə tuş gəlmiş biridir. Halbuki bu belə deyil. Çünki xəstəliklərə və çətinliklərə bəzən Allahın ən sevdiyi, ona ən yaxın olan bəndələri, peyğəmbərlər, rəsullar və salih insanlar düşər olar. Nə üçün? Günahların təmizlənməsi üçün. La ilahe illallah. Yəni, bəla və xəstəlik cəzalandırmaq üçün deyil. Bəzən imtihan və dərəcə artırmaq üçün olur. Allahın ən sevimli bəndələri olan peyğəmbərlər belə çox böyük çətinliklərə sınağa çəkiliblər. Ona görə də bəla gələndə özünə niyə mən demə, əksinə Rəbbim mənimlədir de. La ilahe illallah. Nə gözəl bir nədir? Faydalardan birisi. Baxın, gözəl bir fayda. Sualları sonraya saxlayın, cavablandırın. Baxın, gözəl bir fayda. Çoxlarımız bunu belə düşünmürük. Əksinə, biz bunu düşünsək, doğru düşünsək, o zaman həqiqətən də həyata baxışımız dəyişilər. Baxın, İbn Qeymin gözəl bir faydası var. Deyir ki, Allahın bəndəsinə olan mərhəmətindən biri də odur ki, bəzən onu elə bir dərdlə sınağa çəkər ki, o bunu nə ifadə edə bilər, nə də onun anlayacaq birini tapar. Bunun səbəbisi odur ki, qəlbində Allahdan başqasına ümid, dayaq və şikayət etməyə meyil tapmasın. La ilahe illallah.
Nə deməkdir bunu? Baxın. Yəni bəzən yaşadığın çətinlikləri heç kimə başa düşmür. Heç kimə danışa bilmirsən. Bu sənə zülm deyil. Allaha yönəlmək üçün bir rəhmətdir. Allah səni yalnız ona bağlı olmaq üçün bəzən səni yalnız buraxar. Danışacaq kimsə qalmaz. Çünki ən doğru dinləyən kimdir? Allah. Bu hal tək qalmaq deyil, Rəbbinlə baş-başa qalmaqdır. La ilahə illallah. Bəzən girirlər, kimsə mənə yerimə yazır o bəzi tərbiyəsizlər. Ona görə də, baxın, Allah Teala səni özünə bağlamaq üçün də səni elə bir şeyini imtihan edə bilər ki, heç kimsə sənin dərdini anlamaz. Nəyə görə? Qəlbini yalnız Allaha bağlayasan. Nə gözəl faydalardan birisi. Yəni, hər bir halda nədir? Qəlbini ancaq nədir? Allaha bağla. La ilahe illallah. Deyirəm, yazmayın. Blok olunursunuz. Baxın, gözəl bir fayda Həsən el-Basri buyurur. Mömin bu dünyada əsir kimidir. Sanki boynunu qurtarmağa çalışır. O Allahla qarşılaşana qədər heç bir şeyə tam arxayın ola bilməz. Nə gözəl bir fayda. Əsirdir, yəni boynunu vuracaqlar. O isə edamdan qurtulmaq üçün yollar axtarır. Yəni, mömin belədir, deyir. Yəni, müminin həyatı bir daimi rahatlıq deyil, mübarizədir. O günahların zəncirindən qurtulmaq, nəfsin əsarətindən azad olmaq üçün daim çalışır. O bu dünyada heç nəyə tam arxayın olmaz. Çünki gerçək təhlükəsizlik Allahın huzurunda xilas olmalı, axirətdir. Yəni, mömin hər zaman qəlbini Allaha bağlamalı. Bu dünya fanidir, qısadır və ilə. Baxın, deyək ki, böyük bir xəbər, böyük bir savab. Əbu Hüreyrə rivayəti onu buyurur Peyğəmbərimiz s.ə.v. Kim bir gündə 100 dəfə deyəsə, La ilahe illallah, vahdahu la şərikə lə, ləhul mulku və ləhul hamdu və huvə lə kulli şeyin qadir. Əzəmətli bir zikir. 10 qul azad etmiş savab qazanar, ona 100 savab yazılar, 100 günahı silinər, o gün axşama qədər şeytandan qorunar. Və heç kim o gün ondan daha üstün bir əməl etməmiş olar. Yalnız bu zikri ondan daha çox edən istisna olmaqla. Yəni, gün ərzində ən azından 100 daha çox dinə. La ilahe illallah, vahdahu la şərikə lə, ləhul mulku və ləhul hamdu və huvə lə kulli şeyin qadir. Yəni, düşünün nə deməkdir? 100 günahları silinir, savabları artır, qorunursan. Ona görə də, yəni, bu zikir ən dəyərli nədir? Zikirlərdən birisidir. Həmçin, baxın, bir dinləyicimiz soruşmuşdur. 200 daha çox. Baxın, Ayət-ül Kürsi, yəni Əl-Bəqərə surəsi 255-ci ayə, insanın nəfsindən, cin tərəfindən tutulmuş kəslərdən və şeytanların kömək etdiyi şəxslərdən, məsələn, zülm edənlər, şiddətli qəzəbə qapılanlar, şəhvət və əyləncəyə düşkün olanlar, yəni boş-boş günah işlərə məşğul olanlar üçün nədir? Üzərində səmimiyyətlə oxunduqda Ayət-ül Kürsi insanın şeytandan qorunmasına, onların yaratdığı xəyalı təsirləri belə yox edər. La ilahe illallah. Yəni şeytanlara uyanların batil işlərini puç edər. Ona görə nə qədər çox bacarsan Ayət-ül Kürsini oxu. Soruşur ki, caddan necə qorunun, gözdən necə qorunun. Ayət-ül Kürsi təkcə qoruyucu bir ayə deyil, şeytanın təsirlərini darmadağın edən güclü bir silahdır. Həmçinin qəzəb, şəhvət. Yəni, şeytanın insana nüfuz etdiyi vasitələrdir. Lakin bu ayə səmimiyyətlə oxunduqda şeytanların gücü puç olur, xəyal və vəsvəsə yoxa çıxır. Ona görə Ayət-ül Kürsini gündəlik oxumaq lazımdır. Hər vacib namazdan sonra, yatmazdan əvvəl, qorxduqda, qəzəmləndikdə, səni narahat edən birinə də oxu. Və ya səni narahat edən bir qorxu, vəsvəsə, cin qorxusu, cadu qorxusu daimi oxu. Ona görə nədir? Bu ən böyük faydalardan
birisidir Ayətil Kürsi. Baxın, bir dəqiqə bu səsi bağlayayım. Haradadır bu? Baxın, gözəl bir faydalardan birisi, qardaşın üçün gizlincə dua etməyin dəyəri çox böyüdür. Qardaşın üçün gizlincə dua etməyin dəyəri çox böyüdür. Safvan ibn Abdullah'dan rivayet olunur. Peyğəmbərimiz buyurur, bir müsəlmanın başqa bir müsəlman qardaşı üçün gizlicə etdiyi dua qəbul olunur. Onun yanında bir mələk durar. Nə zaman qardaşı üçün dua, xeyir istəsə, mələk deyər, amin və sənə də eynisi olsun. La ilahe illallah. Ayətül Kürsi, Əl-Bəqərə surəsi 255-ci ayə. Baxın, əgər bir müsəlman qardaşına o özü istəmədən gizlicə dua edirsə, bu onun sevdiyinə və ya ona da özü üçün istədiyi xeyirləri arzuladığına dəlildir. Əgər insan qardaş üçün gizlicə dua edərsə, mələk deyər, sənə də olsun. Başqaları üçün dua edin. Bu cür duanın nə qədər fəzilətli olduğunu göstərir. Lakin bu yalnız dua istənilmədən edilən dua etdir. Baxın, burada gözəl bir incəlik var. Əgər biri səndən desə ki, mənə dua elə, səndən dua istəyibsə və sən də buna dua edirsənsə, bu artıq gizli deyil. Bu faydadan məhrum olursan. Bu nəyə aiddir? Baxın, bu nəyə aiddir? Yəni, gizlicə dua edir, səndən dua istəməyib. La ilah. Əgər amma heç demədən sən gizlicə dua edirsənsə, bax, əsl savab və fəzilət buradadır. Başqa bir üçün dua edirsən gecə namazında, gizlicə dua. Bu sevgidir, ixlasdır, mərhəmətdir. Dua edərkən mələk sənin üçün amin və sənə də eynisi olsun deyir. Bu, sanki 2 qat savab qazanmalıdır. Həm dua etdiyin üçün, həm də mələyin dua etdiyi üçün. Və mələklərin də duası nədir? Qəbuldur. La ilahe illallah. Ona görə nədir? Ən gözəl faydalardan birisi. La ilahe illallah. Baxın, deyir ki, gözəl hikmətli bir söz, həqiqi zahidlik, həqiqi nemətlərin mənbəyi haqqında çox gözəl bir dərs verir bizlərə. Bunu Əbu Süleyman Əd-Dərəni deyir. Bəzi insanlar zənginliyi axtardı, amma elə bildilər ki, o yalnız mal dövlət toplamaqdadır. Xeyr, həqiqi zənginlik qənaət və aza kifayətlənməkdədir. La ilahe illallah. Onlar rahatlığı bolluqda axtardılar, halbuki əsl rahatlıq azlıqda və sadəlikdədir. Çox pul olanlar var, hepsi rahat yaşayırlar. Onlar insanların gözündə dəyər və hörmət qazanmağa çalışdılar, halbuki əsl izzət və ucalıq təqvada, Allah qorxusunda gizlidir. Onlar neməti lüks geyimlərdə və ləzzətli yeməklərdə sandılar, halbuki İslamda əsl nemət Allah da bir insan qulunun günahlarını örtməsi və salamatlıqda yaşamasıdır. La ilahe illallah. Yəni, zənginlik çox şeyə sahib olmaq deyil, ehtiyac duymamalıdır. Rahatlıq çoxluda deyil, sadəlik və azdadır. Dəyər insanların gözündə deyil, Allahın yanında ucalmalıdır. Nemət xarici görünüşdə deyil, İslam, sağlamlıq, təqva dolu bir həyatda gizlidir. La ilahe illallah. Həqiqətən də çox dəyərli bir nədir sözdür. Kaş insanlar nədir? Bunu anlayardılar. Baxın, İbn-i Səmmək rahiməhullah gözəl bir sözü var. Gözəl vaazlərdən birisi olub insanlara tövsiyə verənlərdən. Baxın, nə deyir? Hamımız üçün ibrət olmalıdır, ey insanlar. Çoxlarımız da yaşlıyıq. Bu dünyanın özü azdır. Ondan qalan da azdır. Sənin payına düşən isə azın da azıdır. Və o azdan da çox azı qalıb. La ilahe illallah. Nə gözəl bir söz. Bir də oxuyuram. Bəlkə də insan neyniyər? Bundan ibrət alar. Bu dünyanın özü azdır. Fanidir. Ondan qalan da azdır. Sənin payına düşən isə o azın da azıdır. 60-70 nədir ki? Və o azdan da çox az qalıb. Çoxlarımızın ömründən nə qədər qalıb ki? La ilahe. Yəni sən artıq dərd və sınanma dünyasındasan bu dünyada. Sabah isə əməllərin qarşılığını alacağın yurda gedəcəksən. Ahirət dünyasına gedəcəksən. Dedim axı,
yazmayın deyə. Siz yanlış yazırsınız. Bilmədiyi şeylər yazırsınız. Mən burada dərs keçirəm, sən gəlmirsən buradan nəsə yazırsan. Ya dərsi dinlə, ya da ki, narahat eləmə bizi. Bu dünyanın özü azdır. Ondan qalan da azdır. Sənin payına düşən isə azın da azıdır. La ilahe. Yəni, dünya keçicidir. Azdır və sürətlə azalır. Biz öz qurtuluşumuzu bu az zaman içində qazana bilərik. Ya da əldən verə bilərik. Hələ fürsət var. Özünü Allah üçün ibadətə sərf elə. Yəni, nəfsini Allah'a təslim elə. Həqiqətən də çox gözəl sözlərdən birisidir. Allah təala bizləri eşidib faydalandığı qullarını eləsin. Baxın, nə deyir? La havlə və la quvvətə illə billah zikrinin fəziləti. Qeys ibn Sə'd buyurur ki, səni cənnətin qapılarından birinə yönləndirinmi buyurdu Peyğəmbərimiz. Dedim, bəli, ey Allah Rasul, dedi, buyurdu. La havlə və la quvvətə illə billah. Yəni, güc və qüvvət yalnız Allahdadır. Bu kəlmənin la havlə və la quvvətə illə billah sözünün çox güclü təsiri var. Qəm, qüssəni, narahatlıq və kədəri uzaqlaşdırır. Çünki bu kəlmə tam bir təslimiyyət bildirir. İnsan öz gücündən əl çəkdiyini, bütün işlərini Allah'a həvalə etdiyini, heç bir şeyi ondan izinsiz edə bilməyəcəyini qəbul etdiyini göstərir. Bu kəlmə təslimiyyətin, iman gücünün və Allah'a bağlılığın zirvəsidir. Ona görə də çox deyin. La havlə və la quvvətə illə billah. Bu söz qoruyur, sakitləşdirir, qapılar açır. Baxın, rəvayət olunub ki, ərşi daşıyan mələklər onu yalnız la havlə və la quvvətə illə billah, Allahdan başqa nə qüvvət, necə güc yoxdur sözlərlə daşıya bilərlər. Bu söz zikrin gücünü, la havlə və la quvvətə illə billah. Yəni, bu kəlmənin böyüklüyü nə qədər də nədir? Ucadır. Həmçin, baxın, gözəl bir fayda tabinlərdən. Tabin kimdir? Peyğəmbərimizin sahabilərin dövrünü yaşayanlar. Vəhm-i Münebbih belə deyir. İbadət edən bir kişi oğluna dedi, ey oğlum, ahirəti əməl etmədən ümid edən və uzun uzadı arzularla tövbəni təxirə salanlardan olma. Bəziləri ahirəti ümid edir, amma əməl etmir. Hanı sənin namazın? Hanı sənin ibadətin? Uzun uzadı arzularla tövbəni təxirə salanlardan olma. Tövbə edərəm. Ey oğlum, deyir, ahirət əməl etmədən ümid edənlərdən olma. Yəni, insan sadəcə ümidlə, arzuyla, dua ilə cənnətin qazandığını düşünməməlidir. Namaz, ibadət, axirət üçün hazırlaşmaq yalnız dillə deyil, əməllə mümkündür. Əgər bir insan salih əməllər etmədən, ibadət və itaət olmadan Allah məni bağışlaya deyərək rahat olursa, bu aldanmaqdır. Və tövbəni uzun uzadığı arzulara görə təxirə salanlardan olma. Yəni, hələ gəncəm, sonra tövbə edərəm, hələ vaxtım var, yaşlananda düzələrəm kimi təxirə salanlar olma. Bu təhlükəlidir. Bu tövbəni yuvadan ümiddir, lakin həyatın zəmanəti yoxdur. Tövbə və düzəlmə gecikdirilmədən dərhal edilməlidir. Çünki ölümün nə vaxt gələcəyi bilinmir. Yəni, bu nəsiyyət bizə nəyi deyir? Ahirətə qovuşmaq istəyirsənsə, əməl etməlisən. Allahın rəhmətinə ümid et, amma məsuliyyətini unutma. Tövbəni sabaha saxlama. Bugün, indi et. Uzun arzularla hələ çox yaşayıram deyə düşünmə. Bu bir tələdir. Bu söz həm bizə qorxutma, həm də bizlər üçün nədir? Oyandırma olmalıdır. La ilahe illallah. Baxın, həmçinin gözəl faydalardan birisi. Gecə namazı sağlamlığı qorumağın ən faydalı səbəblərindəndir. Gecə namazı, yəni gecənin son 1/3 hissəsi, ən gözəl vaxtdır. Təheccüd namazı da deyilir, qiyamul leyl də deyilir. Sübh namazı 20 dəqiqə qalmış da qıla bilərsən. 1 saat qalmış da qıla bilərsən. 2 saat qalmış da qıla bilərsən. İşa namazından sonra da qıla bilərsən. Müstəhəb namazdır 2-2-2-2. Gecə namazı sağlamlığı qorumanın ən faydalı səbəblərindən birisidir. O çoxlu sayda, baxın, xroniki, yəni uzun müddətli xəstəliklərə qarşı ən güclü maneədir. Gecə namazı bədən, ruh və qəlb üçün ən çox canlandırıcı bir ibadətdir. Gecə namazı sağlamlığı qoruyur, bəli. La ilahe illallah. Qiyamul leyl, təheccüd namazı təkcə dini baxımdan deyil, fiziki baxımdan da faydalıdır. Gecə vaxtı ibadət etmək
Həmçinin insana qan dövranına, hətta zehni sağlamlığa da müsbət təsir göstərir. Xroniki xəstəliklərə mane olur. Yəni davamlı və təmiz həyat tərzi, Allahla əlaqənin güclənməsi, stresin azalmasına, bununla bir çox xəstəliklərin qarşısının alınmasına səbəb olur. Gecə ibadəti həm də psixoloji tarazlığı təmin edir ki, bu da xroniki xəstəliklərə qarşı qalxandır. Bədən, ruh və qəlb üçün ən aktivləşdirici şeydir. Yəni insanın maddi, bədən, mənəvi, ruh və emosional qəlb tərəfləri üçün ən təsirli və canlılıq verən ibadət nədir? Gecə namazı. Gecə namazı insana həyat enerjisi, daxili sakitlik və Allaha yaxınlıq bəxş edir. Ona görə nə deyir? Sağlamlıq üçün bir rəhmət, qəlb və ruh üçün bir şəfa, bədən üçün bir canlanmadır. Kim gecə ibadətini alışarsa, həm dünyasını, həm də ahirətini deyir, abad edər. Həmçinin duaların ən çox nədir? Qəbul olunduğu var. Baxın, nə deyir Peyğəmbərimiz s.ə.v? Gecə namazını davamlı edin. Çünki bu sizdən əvvəlki salihlərin vərdişidir. Və Allah Teala'ya yaxınlaşdıran bir vasitədir. Günahlardan çəkindirər, pis əməllərə kəffarə olar və bağışlanmasına səbəb olar. Yəni bədən xəstəliklərini uzaqlaşdırar. Ya Əli yox, ya Allah. Biz Əli ibn Əbi Talibdən yox, o gözəl insandan yox, cənnət əlindən yox. Biz cənnətin də sahibi Allahdan istəyirik. Yəni salihlərin adətidir. Gecə ibadəti Allahı sevən və onun rizasını istəyənlərin yoludur. Allaha yaxınlaşdıran bir vəsilədir. Yəni səssiz gecələrdə yalnız Rəbbinə yönəlmək qəlbi təmizləyər, səmimiyyəti artırar, günahlardan çəkindirər. Yəni gecə ibadəti insanın nəfsini tərbiyə edir, günahdan uzaqlaşdırır, pis əməllərə kəffarə olar, keçmiş səhvlərin bağışlanmasına səbəb olar, bədən xəstəliklərini uzaqlaşdırar, təkcə mənəvi deyil, fiziki sağlamlığa da müsbət təsir göstərir. Yəni gecə namazı bir müalicədir. Bu bilə-bilə gəlirlər bu bəzi İran pərəstlər. Allahdan utanın da. Ayıbdır, ayıbdır. Allahdan utanın. Gecə namazı müalicədir, qoruyucudur, Allaha yaxınlıqdır. Kim gecə namazına yaşasa, həm dünyası, həm də ahirəti nədir? Bərəkətli olar. Baxın. Həmçinin nə deyir Peyğəmbərimiz s.ə.v? Baxın. Həqiqətən cənnətdə elə otaqlar, yəni saraylar var ki, onların içindən çölündən də içi görünər. Bir bədəvi ayağa qalxıb soruşdu, ey Allahın elçisi, bu otaqlar kimlər üçündür? Peyğəmbərimiz buyurdu, gözəl danışan, yəni gözəl söz danışan insanlarla, yemək yedirən, insanlara yemək verən, oruclu davam edən, müstəhab oruclarını tutan və gecə insanlar yatarkən namaz qılanlar üçündür. La ilahe illallah. Baxın, nə gözəl bir fayda. Yəni bu hədis bizə nəyi göstərir? Gözəl danışmaq, yəni pis sözlərdən çəkinmək, yalan danışmamaq, yəni ürəkləri sevindirən hikmətli sözlər, yemək yedirtmək, it'am-ı-ta'am, yəni xüsusilə kasıblara, ac insanlara, yetimlərə yemək vermək, ədəm-əs-siyam, yəni Ramazanla kifayətlənməyib, nafilə oruclara davamlı olmaq, məsələn, 1-ci gün, 4-cü gün, insanlar yatarkən, və-nəsu niyəm, gecə namazına qalxmaq, yəni Allah tək qalmaq, və səmimi dualar. Yəni cənnətə aparan yol nədir? Gözəl dil, yaxşılıq və səxavət, səbir və itayət və gizli ibadətlərlə doludur. La ilahe. Bu xüsusiyyətlər qəlb təmizliyini və ixlasın əlamətidir. Allah təala bizləri bu məqama nail olanlardan eyləsin. Baxın, həmçinin gözəl bir faydaya toxunum. Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, mömin kimdir? Mömin də ünsiyyətçildir və mehriban olar. Başqaları da onu sevər və ona yaxınlıq edər. Möminin əxlaqı budur. Yəni sərt olmaz. Bəziləri var, heç kim ünsiyyət qurmur. Bu doğru deyil. İnsanlar ünsiyyət qurmayan və başqaları ilə yola getməyən insanda xeyir yoxdur. İnsanların ən xeyirlisi insanlarla ən çox fayda verəndir, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem.
Yəni mömin ünsiyyətcil və sevdirən biridir. Həqiqi mömin qapalı, sərt və təkəbbürlü olmaz. İnsanlara gözəl davranar. Onlara sevgi aşılayar və cəmiyyətdə faydalı olar. İnsanlarla yola getməyən insanda xeyir yoxdur. Yəni özünü təcrid edən, qəlbi qıran, kobud davranan insanın dinin gözəlliyini əks etdirməz. Beləliklə nə başqasına fayda görər, nə də başqasına fayda verər. Ən xeyirli insan insanlara ən faydalı olan insanlardır. La ilahe illallah. Yəni bu İslamın sosial əsası. Əl tutmaq, faydalı olmaq, xidmət etmək, ehtiyacı olanlara yardım etmək, elm, mal, xidmət, dua və ya əxlaqla insanlara fayda vermək, hamısı bu anlayışa daxildir. Nəticə, mömin yumşaq qəlbli, ünsiyyətcil, insanlara faydalı olan bir şəxsdir. Yəni, bu hədis bizə nəyi bildirir? İman yalnız ibadəti deyil, həm də gözəl əxlaq və faydalı olmaqdadır. La ilahe illallah. Baxın, gözəl bir faydanı da oxuyum. Bir neçə fayda, sonra suallara cavab verərik. Ondan sonra məğrib namazından, əsr namazından sonra da gözəl söhbətimiz davam edəcək. Dünyada əldə edəcək ən böyük qazanc nədir? Hər anını nəfsin üçün ən lazımlı və axirətdə ən faydalı olan şeylə məşğul etməkdir. Yəni, ən böyük qazanc dünyada mal deyil, vaxtın səmərəli istifadəsidir. Yəni, insan özünü faydasız məşğuliyyətlərlə deyil, dini, elmi, əxlaqi cəhətdən ona dünya və axirətdə fayda verəcək işlər məşğul etməlidir özünü. Hər anını səmərəli və mənalı keçirilməsi insana həm dünyada müvəffəqiyyət, həm də axirətdə xeyir gətirər. Yəni, ən qiymətli sərvəst vaxtdır, ən böyük qazanc bu vaxtı ən doğru, faydalı yolda istifadə etməyəndir. Vaxtı nəyə sərf edirsənsə, həyatını da ona sərf edirsən. Baxın, həmçinin gözəl bir fayda, hər bir müsəlmanın Allahı bu iki əsas ilə tanıyıb ibadət etməsi vacibdir. Hər bir müsəlman. Burada saxlayın da sualları. Qətildə səfərə çıxmaq olmaz. Kim deyir səfərə çıxmaq olmaz? Nə nağıl danışırsın insanları? Məhərrəm ayında səfərə çıxmaq olmaz. Filan şey olmaz. Harada, kim sizə fetva verirsən? Özdə gəlib mənim canlımda niyə şey verirsən? Get başqa yerə fətvalar ver. Tərbiyəsiz. Hər bir müsəlmanın Allahı bu iki əsas ilə tanıyıb ibadət etməsi vacibdir. Bax, iki əsas. Yalnız Allah'a ibadət etmək, yəni la yu'badu illallah. Ancaq Allah'a ibadət etmək. Yəni tavhid. İbadət ancaq və ancaq Allah'a aiddir. Heç bir peyğəmbərə, mələk, övliya, şeyx, qəbir, pir və s. olmaz. La ilahe illallah. İkinci nədir? La yu'badu illa bimə şəra. İbadətdə bidətə yer yoxdur. İbadət yalnız Quran və sünnə ilə olmalıdır. Çünki din artıq tamamlanmışdır. Allah bu dini kamil etmiştir. Ona görə də artıq yeni bidətlər uydurmaq və ya dəyişmək olmaz. La ilahe illallah. Ona görə nədir? İxlas və ibadət yalnız Allah edilməlidir. Allahdan başqasına deyil, qəbrə, daşa deyil. Baxın, gözəl bir fayda alimlərdən birisi buyurur. Dünya əməl yeri, axirət isə qarşılığın yeridir. Yəni, onun qarşılığını alacaqsan. La ilahe illallah. Kim bu dünyada əməl etməzsə, orada axirətdə peşman olar. Yəni, dünya çalışma, hazırlıq və sınaq yeridir. Burada bizə imkan, sağlamlıq, vaxt və seçim verilmişdir. Axirətdə nəticə, mükafat və ya cəza yeridir. Orada artıq nə ibadət, nə də tövbə qəbul edilər. Sadəcə əldə etdiklərimizin qarşılığı bizlərə veriləcək. Əgər insan dünyada ibadət etməz, tövbə etməz, yaxşılıq etməzsə, axirətdə peşmançılıq çəkəcək. Lakin o zaman bu peşmançılığın heç bir faydası olmayacaq. Yəni, vaxt keçməmiş əməlin yerində dünyada çalış. Axirətdə rahat olmaq istərsənsə, bu dünyanı dəyərli yaşa, əks halda o tərəfdə peşmançılıq var və o peşmançılıq heç nəyi dəyişməyəcək. Əsl rahatlıq axirət rahatlığıdır, dünya rahatlığı deyil.
Yəni bu dünya çətinlik çəkə bilərsən. Əsas axirətin rahat olsun. La ilahe illallah. Baxın gözəl bir fayda. Yəni Allah öz dostları, nə deməkdir Allah dostu? Yaxın bəndələri. Allahı sevən, ibadətləri yerinə yetirən, üçün imtihan anlarında çıxış yolu qoyur. Sən Allahın övliya qulusansa, yəni Allahın buyruğunu yerinə yetirirsənsə, Allah hər bir sınavdan sonra sənin çıxış yolu qoyar. Lakin bu çıxışlar bəzən gecikə bilər. Bu da onların tərbiyəsi və savabların artırılması üçün Allah qulunu tərbiyələndirir. Yəni Allah dostları kimlər? Salih insanlar. Allahdan qorxanlar, Allah'a yaxın olanlar. Allah onları imtihan edər, amma heç vaxt çarəsi buraxmaz. Bəzən çıxış, rahatlıq, həll, kömək dərhal gəlməz. Bu bir hikmətdir. Niyə gecikir? Qulun nəfsini tərbiyə etmək üçün. Nəfsini tərbiyə et. Allah'a bağlı ol. Onun səbrini artırmaq üçün, daha çox savab qazandırmaq üçün. Yəni əgər çətinlik çəkirsənsə, amma Allahdan uzaq deyilsənsə, bil ki, bu imtihanın içində bir çıxış var. Gecikmənin arxasında bir tərbiyə, bir savab gizlidir. Səbr et. Çünki Rəbbin sənə daha gözəl bir nəticə nədir? Hazırlayır. Baxın. Gözəl bir fayda da ən fəzilətli sədəqə hansıdır? Cahili öyrətmək və ya qafil olanı oyatmaqdır. Yəni bilmə, cahil deyəndə, dinimizdə cahil deyəndə pis məna deyil. Cahil yəni bilməyən bir şey. Hətta insan ola bilər, elmi var, amma bu falan məsələdə mən deyil cahiləm, yəni bilmirəm. Cahili öyrətmək və ya qafil olanı oyatmaqdır. Cahili öyrətmək yəni insanlara dini, əxlaqı, elm və hikməti öyrətmək, onların zülmətdə qalmasının qarşısını almaqdır. Bu sadəcə dünyəvi deyil, ahirətə fayda verəcək bir səbəbdir. Qafili oyatmaq, yəni dinə qarşı laqeyd olan, qəlbi sərtləşmiş və dünyaya aldanmış insanları nəsiyyətlə, hikmətlə oyatmaq, onlara Allahı, ölümü, ahirət xatırlatmaq əsl mərhəmət və faydalı sədəqədir. Yəni, pul və mal ilə edilən sədəqə gözəldir, amma elm və nəsiyyət ilə edilən sədəqə daha üstündür. Çünki bir insanı doğru yola yönətmək onun həyatını və ahirətini dəyişdirə bilər. Yəni, sən də öyrəndiyin bir şeyi paylaşanda bil ki, ey insan, sən də nədir? Böyük bir nədir? Sədəqə qazanırsın. Bildiyi insanlara öyrət. Heç kimsəyə qarşı xəsis olma. Allah dualarımızı qəbul eləsin. İstədim bu gözəl faydaları sizlərlə bölüşün. Özüm üçün, sizlər üçün faydalı olsun. Bəlkə də bir kəlmə faydalı olar. İnsanın qəlbi düzələr. Allah sonumuzu nədir? Gözəl eyləsin. Allahım, ey diri olan, hər şey idarə edən, ey ucalıq və kərəm sahibi, ey göylərin və yerin bənzərsiz xaliqi, ey hər şeyə gücü çatan Rəbbim, səndən diləyirik. Ey Rəbbimiz, bizi və sevdiyimiz hər kəsi hər cür şərdən qoruyub saxla. Bizi sənə yaxın olanlardan və salih bəndlərindən eylə. Allahım, qəlbimizə nur, üzümüzə nur, dilimizə nur, qulaqlarımıza nur, gözlərimizə nur, bədənimizə nur ver. Üstümüzdən, altımızdan, sağımızdan, solumuzdan bizi nurla əhatə elə. Allahım, nurumuzu artır və bizi nurla elə. Allahım, bəladan, bədbəxtçilikdən, pis qismətdən və düşmənlərin sevincə səbəb olacaq hallardan sənə sığınırıq. Allahım, dinimizdə, dünyamızda, ailəmizdə, malımızda bağışlama və salamatlıq diləyirik. Allahım, bizə faydalı elm, halal ruzi və qəbul olunan əməl nəsib eylə, yazsın. Allahım, bizi haqq yoluna sabit eylə. Sənə qəlbən inanan və sənin barəndə həmişə yaxşı düşünənlərdən eylə. Allahım, ey hər şeyə gücü çatan, ey bir şey istədikdə yalnız ol deməklə onu yaradan Rəbbim, səndən diləyirik, ehtiyacımızı yerinə yetir, işimizi asanlaşdır, hər bir dərdimizə çıxış, hər bir çətinliyə yol göstər. Ey dərdləri aradan qaldıran, qüssələri yox edən Allah, dərdimizi yüngülləşdir, işimizi asan eylə və qəlbimizi rahat eylə, qəmmimizi aradan qaldır. Allahım, sənin ən böyük adınla çağırırıq. O adla ki, dua ediləndə cavab verirsən. O adla bir şey istənəndə nemət verirsən. Bizi, valideynlərimizə, bütün müsəlman və mömin kişiləri, dünyadan köçənləri və diriləri bağışla.
Bizi rəhmətinlə cənnətinə daxil eylə. Ey aləmlər Rəbbi, Allahım yolumuzu aç, qəlbimizə rahatlıq ver, işimizi asanlaşdır. Ey Rəbbimiz, qarışıqlıqdan, dərddən və sıxıntıdan sənə sığınırıq. Allahım, bizi yaxşı xəbərlə sevindir, necə ki Yaqub Yusuflə sevindirdin. Bizi sevinclə müjdələ, necə ki Zəkəryanı müjdələdin. Ey müjdələrin ən gözəlini verən Rəbbimiz, səndən gözlədiyimiz, qəlbimizə daşıdığımız arzuları gerçək eylə. Ey Rəbbimiz, deyə bilmədiyimiz, qəlbimizə gizli qalan dualarımızı qəbul eylə. Sən içimizdə olan hər şeyi bilənsən. Biz necə dua edəcəyimizi bilməsək də, sən bizim gücümüz, dayağımız, sığındığımızsan. Qırıldığımızda bizi toparlayan, yaralarımızı sağaldan sənsən. Ey bağışlayan və bol-bol nemət verən. Bizi günahlardan təmizlə, dərəcələrimizi yüksəlt, dünyada da, axirətdə də bizi ən gözəl xeyirlərə çatdır. Ən gözəl əməlimiz sonuncusu olsun. Ömrümüzün ən yaxşısı sonu olsun və ən gözəl günümüz sənə qovuşduğumuz gün olsun. Keçmişimizi bağışla, gələcəyimizi gözəlləşdir. Ey Rəbbimiz, Allah Teala dualarımızı qəbul eyləsin. Allah Teala hər zaman bizləri xeyir işlərdə müvəffəq eyləsin. Allah Teala dualarımızı qəbul eyləsin. Gecə namazı işə namazından sonra başlayır ta sübh namazına qədər vaxtı var. Amma gecə namazının qiyam-ül-leyl ən gözəl vaxtı gecənin son 1/3 hissəsi. Yəni sübh namazına 1 saat qalmış, yarım saat qalmış, 20 dəqiqə qalmış da bu nədir? Gecə namazı sayılır.